Kənddəymişlər də, yəni Bəydilliyə dostlarım qoyarlar, elə bu istiqamətdən gəlin maşını yığışdıramıyorum. Biləsuvar rayonunun Zəhmədabad kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Mediazın yerli bürosu xəbər verir ki, gecə saat 3 radələrində hərəkətdə olan Lexus markalı avtomobilin sürücüsü sərt döngədə idarə etməni itirərək maşınını kanala aşırıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər hadisə yerində dünyasını dəyişib. Xəsarət alan bir nəfər isə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib. Məlumata görə, dünyasını dəyişənlərin hamısı Biləsuvar rayonunun Bəydil kəndinə getdikləri və onların yaxın qohumlar və dostlar olduqları bildirilir. Ölən gənclərin ikisi isə qardaşdır. 2 qardaş, bir əmi oğlu. Elə kənd sakinidir. Biri də elə kənddəndir, bir də adım əlində oldu, evin tək uşağıdır. Biri də Bəydildən, o da tək uşağıdır. Axşam gəliblər, indi keçiblər buradan. İndi kənddəymişlər də, yəni Bəydilliyə dostlarım qoyarlar, elə bu istiqamətdən gəlin maşını yığışdıramıyorum. Rəhmətə gedir, Allah rəhmət etsin. Çox gözəl insanlar idi, çox qəşəng uşaqlar idilər. Faktla bağlı araşdırma aparılır. Nizam Rəsulov xüsusi olaraq Dinas TV üçün.